Astrologiya artıq qanımdadır. Astrologiyanın tam olaraq nə olduğunu hələ də bilmirəm. Biz astrologiyanın köməyi ilə həyatımızı yeni pilləyə qaldıra bilərik. Astrologiya ilk növbədə enerjiləri öyrənən bir elmdir. Uşaq dünyaya gələndə o ilk dəfə nəfəs alır. O ilk nəfəsi ilə həmin anın enerjisini içinə çəkir. Günəş bürcü, ay fərqli bürcü şeylərdir. Günəş bürcü indi biz hamımız bürc adlandırırıq. Hamı deyir, məsələn, sən nə bürcündənsən deyir, filan bürcdən. Bu günəş bürcüdür. Bizim doğum günümüz, ayımız, ilimiz bizim həyatımızı kodlaşdırır, belə deyə bilərik, proqramlaşdırır. Allah Taala heç kimi yoxsul yaratmır. Mən nə vaxt ailə quracağam və ya nə vaxt varlanacağam. Mən deyirəm istədiyiniz vaxt. İnsan öz qismətinə, taleyinə, alın yazısına təsir göstərə bilər. Və yox, bu mənim bəxtim belədir. Bu biraz belə deyək də tənbəllikdir. Yəni insan durub hərəkət eləmək istəmir. Çarəsizlik, hər şeyin çarəsi var. Qurban bilinci çox gözəl bəli ifadədir. Qurban bilincidir. Nərmin, sən 30 illik təcrübəni paylaşmaq üçün təlim keçirmək istəyirsən. Hər bir insan təlimə qatıla bilər. Hər bir insan astrologiyanı öyrənə bilər. Astroloq olmaq üçün hansı səbəblər var? Birincisi, insan astrologiyanı biləndə, bax, hər problem olanda astroloqa müraciət etməyə bilər, amma astrologiyanın sirlərini istifadə edərək öz problemlərini çözə bilər. Uşaqlarını düzgün yönləndirə bilər, yoldaşını lazımdırsa düzgün yönləndirə bilər, maliyyə filan mövzularında. İnsan öz doğum xəritəsini bilərək öz potensialını da bilir, proqnozlarını da bilir və öz həyatını tənzimləyə bilir. Öz həyatının potensialından maksimumu götürə bilir. Salam, xoş gördük əziz izləyicilərimiz. Sevinclə danışda bu dəfəki qonağım astrologiya sahəsində 30 illik təcrübəyə malik astroloq Nərmin Zeynalovadır. Xoş gəlmisən Nərmin studiyamıza. Salam, Nəhayət ki, səni də gördük studiyamızda. Bugün Nərminlə astrologiyaya aid olan ən sadə suallardan tutmuş, ən qəliz suallara qədər onlara aydınlıq gətirməyə çalışacağıq. Bu 30 il ərzində Nərminin o qədər çox təcrübəsi və o case deyirik də, case'lər var ki, danışmağa çox sözü var və bu illər ərzində o onlarla insanın həyat yolunu xəritələndirib, onlarla nədir? Hətta minlərlə. Bəli. Yəni onlara özünü anlamağa kömək son eləyir. Belə baxaq da bir 5 ili götürsək, hər gün yeni bir insanla mən yeni bir insanın doğum xəritəsinə baxıramsa, ildə 365 gün var. Yəni 1000 nəfər artıq hələ bir 3 ilə yığılır. Hətta. Bəli. Nərmin, 30 il dedin, belə dilim gəlmirdi 30 il demək. 30 ildən çox hətta. Biz hətta tanış olmuşuq və bayaq dedik, bax heç ağlımıza gəlməzdi ki 30 ildən sonra bizi nə gözləyəcək. İndi də görüm 30 il bundan əvvəl sən 30 il sonranı necəsə öz xəritəndə görə bilirdin? Mən 30 il bundan əvvəl, o lap gənc belə yaşlarımızda mən yəni 30 il sonranı ümumiyyətlə düşünmürdüm. Yəni ki 30 ildən sonra görəsən nə olacaq? Biz heç bilmirdik ki, nə olacaq. 2000-ci ildə deyirdilər onda ay nə bilim dünyanın sonu olacaq. Sonra dedilər yox 2012-də dünyanın sonu olacaq. Düzdür, yox mən başa düşürdüm ki, dünyanın sonu olmayacaq və bunu həmişə deyirdim ki, heç bir dünyanın sonunu falan hələ bu yaxın zamanlarda gözləməyin. Amma bu uzun müddəti, yəni insan onda o 17-18 yaşında düşünmür axı. Ona görə yox, bunu düşünmürdüm, açığını deyim. Və özümü yəni tam peşəkar astrologiya sahəsində hələ ki görmürdüm. Niyə? Ona görə ki, sadəcə yəni belə bir anlayış mənim beynimdə yox idi ki, hə, insan peşəkar astroloq ola bilər. Ümumiyyətlə daha peşəkar olub, yəni konkret bu sahəyə keçməmə biraz belə deyək də bizim mentalitet mane olurdu. Yəni düşünürdüm ki, hamımız kimi də biraz cəmaət nə deyər? 2 qızım var. Yəni sabah elçi gələrlər, nə deyərlər, nə deməzlər. Yəni belə şeylər fikirləşirdim ki, birdən yəni cəmaət pis baxar, yəni nə düşünərlər? Amma sonra başa düşdüm ki, yəni bu mənim ruhumun məni apardığı bir peşədir. Bu mənim həyat missiyamın bir hissəsidir və bunu etməyə bilmərəm. Və doğrudan da mən konkret başqa işlərimi buraxıb astrologiya ilə məşğul olmağa başlayandan mənim həyatım çox gözəl yaxşılığa doğru dəyişməyə başladı. Bəli. Özün də qeyd etdin ki, insanların münasibəti astrologiya bir mənalı deyil. Yəni buna skeptik yanaşanlar var, sonra mistik yanaşanlar var.
var, Var. inananlar da var, inanmayanlar da var. Hətta inandığı halda bunu dilinə gətirmək istəməyənlər də var. Astrologiyanı günah deyənlər də var, qorxan. Yəni hər cürə astrologiya günah məsələsini hardan götürürlər, mən açığı bilmirəm. Bu haqqda yəni bəlkə sonra danışarıq. Çünki, hə. Amma sənin üçün yəni nədir əslində astrologiya? Bax, elə ən sadə suallardan biridir. Bu nədir astrologiya? Yəni mən ümumiyyətlə həyatda hansısa bir şeyə qapanan, bir şeylə həddindən artıq maraqlanan deyiləm də. Mənim maraqlarım həmişə dəyişir, dəyişkəndir. Bu yeganə bir mövzudur ki, mənim 11 yaşımdan bu yana marağım buna bir gün belə sönməyib, bir gün belə azalmayıb hətta. Yəni mən astrologiya ilə maraqlanmağa başlayandan bu günə kimi mənim astrologiyasız bir günüm də olmayıb. Ona görə bu mənim artıq həyat tərzimdir. Kimsə mənə belə bir sual vermişdi ki, sən ümumiyyətlə həyatını məsələn planlaşdıranda hansısa bir ulduzlara falan baxırsan ya yox? Bu sual mənə qəribə gəldi. Çünki mən ulduzlara baxmağa heç ehtiyacım da yoxdur. Yəni mənim bu astrologiya artıq qanımdadır. Damarlarımdan axır. Ulduzlara baxmamış da, yəni mən əlbəttə ki, həyatımı müəyyən dərəcədə astrologiyaya uyğun qururam. Aha, məsələn, astroloq və münəccim deyəndə bizim sovet insanlarının gözündə sehrli xalat gəlir və münəccim gəlir ki, o ulduzlara baxmaq, amma halbuki ulduzlarla mən bilən bir şey müəyyən olunmur. Və ümumiyyətlə nədir bax astrologiya? Bu bir metafordur belə deyirlər də. Yoxsa elmdir, yoxsa ümumiyyətlə bir rəmzdir, doğrudan da planetlərin bizim həyatımıza, ulduzların həyatımıza təsiri var. Mənim o qədər astroloq qonaqlarım olub, amma hələ də mən şəxsən astrologiyanın tam olaraq nə olduğunu hələ də bilmirəm. Astrologiya deməli mən astrologiyanı elm adlandırmaq istəyərdim, amma rəsmi elmlər arasında hal-hazırda yoxdur. Psevdo elmdə deyirlər. Belə adlanır. Niyə? Çünki o sübuti bazası yoxdur. Amma yenə də astrologiyadan biz çox gözəl istifadə edə bilərik və belə deyək də mənim öz bax bu çox uzun təcrübəm, yəni çox zəngin bir təcrübəm onu göstərir ki, doğrudan da biz astrologiyanın köməyi ilə həyatımızı yeni pilləyə qaldıra bilərik. Nəinki pilləyə, yeni zirvəyə qaldıra bilərik. Astrologiya ümumiyyətlə nədir? Astrologiya ilk növbədə enerjiləri öyrənən bir elmdir. Bizim ətrafımız ümumiyyətlə enerjidir, yəni hər bir şey enerjidir. Məsələn, bu fincandır, bu masadır, hər bir şey enerjidir. Biz bunu fizika dərslərindən bilirik, bu artıq astrologiya deyil, fizikadır. Hər bir əşya molekullardan ibarətdir. Molekullar atomlardan, atomlar daha xırda hissəciklərdən və bu hissəciklərin hərəkəti enerji yaradır. Həmən bu enerjini ölçən bir elm astrologiyadır. Bizim gözümüzə görünməyən enerjilər də çünki var və insan dünyaya gələrkən, o uşaq dünyaya gələndə o ilk dəfə nəfəs alır. O ilk nəfəsi ilə həmən anın enerjisini içinə çəkir. Və həmən bu enerji bizim ruhumuza çevrilir. Belə deyək də, bax bu bizim ruhumuzdur, bu bizik. Bizi əks etdirir. Və həmən o anın enerjisini ölçmək üçün, hesablamaq üçün astroloqlar bir ölçü vahidi kimi planetlərdən, bürclərdən, o 12 ev sistemi üzərində qurulur da klassik qərb astrologiyası. Həmən o sistemdən istifadə edirlər. Bu bir ölçü vahididir. Yəni enerjini ölçmək üçün ölçü vahidi. Aha. Planetlərlə əlaqə, yəni konkret necə işləyir? Bax məsəl üçün 8 planet, üstə gəldi 2, siz Günəşi və Ayı da planet hesab edirsiniz. Günəşi, Ayı astrologiya. Mən həmişə deyirəm ki, yəni bəzən deyirlər, axı Günəş planet deyil, Ay planet deyil. Mən bilirəm, onlar planet deyil, yəni savadsız deyiləm. Bunu biz məktəbdə keçirik. Sadəcə astrologiyada biz bunları planet adlandırırıq və belə istifadə edirik. 10 planetdən bax beləcə istifadə olunur və maraqlısı budur ki, astrologiya çox qədim bir elmdir, yəni min illiklər öncə yaranan bir elmdir. Amma və astrologiya yarananda biz cəmi 7 planet tanıyırdıq. 3 ali planet onda hələ alimlər tərəfindən açılmamışdı. Sonra artıq planetlər açılanda, onlar da astrologiya, Uran, Neptun və Pluton da açılanda, onlar da astrologiyaya qoşuldu və maraqlısı budur ki, əvvəl bizim həyatımızı o planetlərin idarə etdiyi hansısa mövzular daxil oldu. Sonra isə alimlər o planetləri göydə görə bildilər. Çox maraqlıdır. Məsələn, 18-ci əsrdə Uranı ilk dəfə alimlər görüblər. Bu məsələn bu elektrik şəbəkələridir, elektrik enerjisidir, bu texnoloji proqresdir filan. Bax bunlar
gündəmə gələndən sonra Uranı da görə bildilər. Ondan sonra bax bu kimyavi yeniliklər gəldi, kimyavi proqres gəldi, Neptunu görə bildilər artıq 19-cu əsrdə. Bax belə və 20-ci əsrdə ən gənc planet də Plutondur. O bizə nəyimizə O da hansı enerji iki dünya müharibəsinin arasında yəni onu alimlər gördülər. Səhv etmirəmsə 1930-cu ildə. Və o da müəyyən bax belə konfliktlər, əlbəttə ki, konfliktlər, krizislər gətirən bir planetdir. Aha, dedik ki, astrologiya aspektində 10 planet var. Bəli. Və hər planet bizim həyatımızın bir sahəsinə aid edilir. Bir sahəsinə deyəndə ki, müəyyən funksiya daşıyır. Bəli, müəyyən həyatın sahələrini idarə edən funksiyalar daşıyır. Məsələn, Venera bilirəm ki, bizim Venera daha çox şəxsi həyata aiddir. Biraz maliyyə mövzusuna da aiddir Venera. Günəş ümumiyyətlə bizim həyatımızın fundamentidir. Necə ki, yəni bu təbii proseslərə bağlıdır. Necə ki, günəşsiz heç bir bitki yaşaya bilməz, heç bir insan yaşaya bilməz, ümumiyyətlə həyat olmaz bu dünyada. Bax, eləcə bizim həyatımızın bünövrəsi bizim doğum xəritəmizdə də günəşdir. Günəşə bizim enerjimiz də bağlıdır, bizim həyatımız, nəfəsimiz, hər şeyimiz bağlıdır. Ona görə əsas odur. Gecə parlayan ulduzumuz aydır. Ona görə o bizim daxili artıq aləmimizdir. Başqalarına qaranlıq vaxtın planetidir də zamanın. Ona görə o bizim daxili aləmimizi göstərir, hisslərimizi, emosiyalarımızı göstərir, duyğularımızı. Venera bax belə şəxsi həyatımızı, Mars bizim hərəkətimizdir. Biz bax yerimizdən durub nəsə bir şey etməyə addım atırıqsa, artıq bu Marsın təsiri altındadır. Aha, digər planetlər bəs nəyə cavabdehdir? Bax, Merkuri, bax biz indi oturub söhbət edirik, eləmi? Merkuri bax bunu idarə edir. Bizim nitqimizdir, şuurumuzdur, düşüncəmizdir, bu Merkuriyə aiddir. Bu şəxsi planetlərdir. Bax bu sadaladığım 5 planet şəxsi planet adlanır. Ona görə bizim xasiyyətimiz, belə deyək də, şəxsiyyətimiz bu planetlərə bağlıdır. Saturn və Yupiter ictimai planetlərdir. Onları da düzdür, insanlar görə bilir, belə göydə. Sadə teleskopla, belə deyək. Və onlar daha çox məsələn ictimai prosesləri idarə edir dünyada, nə baş verirsə. Saturn qanun qaydadır. Yupiter isə mənəviyyat, hansısa baxın mənəvi qaydalar, rəsmi qaydalar, qanunlar Saturna aiddirsə, mənəvi qaydalar Yupiterə aiddir. Məsəl üçün deyirlər ki, doğum xəritəsində filan planet Saturn sizin neçəncisi evinizdən keçir. Hə. Bu nə deməkdir? Yəni doğrudanmı keçir, yoxsa bu metafora olaraq keçir deyəndə ki, doğum xəritəsində orada keçmir, orada o dayanıb durur ələ və doğrudan da bəli, bunun bizə təsiri var. Yəni, amma doğrudan keçirmi? Yəni planet necə keçir? Elə keçmir, yəni orada durur, keçmir. Çünki bizim bax bu 12 evə doğum xəritəsində hər planet müəyyən dərəcədə yerləşir. Yəni o 360 dərəcədir, həmin o dairə şəklində olur. 30 dərəcə hər bir evə bölünür. Planetlər müəyyən səmada yerdə yerləşir də. Biz dünyaya, uşaq dünyaya gəlir. Məsələn, biz burada söhbət edirik. Hardasa bir uşaq dünyaya gəlir. Planetlərin o yerləşməsi bax həmin o doğum xəritəsində əks olunur və əlbəttə ki, hansısa evə düşür. Sonra o planetlər bir-biri ilə belə deyək, münasibətə girirlər. Münasibətlər də o dərəcələrdə hesablanır. Yəni burada müəyyən hesablama üsulları var. Vəssalam. Bax o münasibətlərin hamısından biz onu analiz edərək, sintez edərək çox gözəl nəticə ala bilirik. Yəni astrologiya meydana çıxanda teleskop yox idi. Yox, ona görə əvvəl astrologiya peyda olan vaxtlarda biz gözümüzlə görən planetlərdən istifadə edirdik. Sonra ona görə deyirəm ki, məsələn, bax, septener anlayışı var idi astrologiyada. Yəni, onlar o zaman necə izləyirdilər, məsəl üçün ki, planetlərin indi? Bu, ümumiyyətlə möcüzədir. Yəni, astrologiya möcüzədir. Bucaq altındadır. Yəni, onu bucaq bir qırağa. Ümumiyyətlə, yəni, oturub o planetləri düşünüb, yəni, onların təsirini düşünüb, planet necə hərəkət edir, bax, o planetin göydə o bir nöqtənin insana təsirini, o insanlar necə analiz edə biliblər, deyək ki, məlum deyil və bir möcüzədir. Necə ki, məsələn, Misirdəki piramidalar. Biz indiyə kimi bilmirik ki, onu necə tikiblər insanlar o vaxtda, texnika olmayan vaxtda. Bax, eləcə də astrologiya. Belə bir teoriya var ki, yad planetlər gətirib, belə bir teoriya var ki, hansısa bir mistik yolla yaranıb, ya bəlkə hansısa bir qədim sivilizasiyalardan bizə qalıb. Yenə də bir möcüzədir. Amma çox qədim və kifayət qədər dəqiq bir elmdir. Dəqiqdir. Çox dəqiqdir. O hesablamalardır. Astrologiya riyaziyyat üzərində qurulub. Hesablamalardır. Yəni ümumiyyətlə bu gün elə müasir astrologiyada ehtiyac var teleskopla
göy cisimlərini var. müşahidə etmək, İndi biz yoxsa buna ehtiyac müşahidə yoxdur? edirik, əlbəttə edirik. Yəni mən özüm məsələn deyim şəxsən evimdə teleskop qoymamışam, yox. Amma yəni artıq internet var, saytlar var və məsələn astronomların hansısa teleskopla izlədikləri məlumatları biz əldə edib onların üzərində işləyirik əlbəttə. Yəni real olaraq planetlərin hərəkətinin bizim enerjilərimizə təsiri var. Yəni belə deyək də, yəni mən bilirsiniz, necə deyərdim, bir planetlərin bizə təsiri deməzdim. Yəni o planetlər enerjinin hərəkəti o planetlərlə ölçülə bilər. Bax belə. Yəni o əlbəttə enerjinin də bizə təsiri var. Çünki bizim daxili enerjimizlə ətrafımızdakı enerji də bir-birinə təsir göstərir və bu da bizim həyatımıza əlbəttə ki, təsir göstərir. Çünki çox adam skeptik yanaşır buna. Skeptik yanaşanlardan biri də məsələ üçün mən idim. Necə olur ki, tutalım Saturn yerini dəyişəndə və ya Mars hansısa bucaq altına keçəndə və mənim hansısa xana deyirlər, ev deyirlər, orada olanda mənim işlərim yaxşı getməyə bilər və ya yaxşı gedə bilər və ya hansısa bir problem yaşaya bilərəm. Yəni buna skeptik yanaşan insanlar çoxdur. Sonra dedilər ki, bəs necə olur ki, ayın tutalım ki, ayın yaxınlaşan fazası var və uzaqlaşan fazası var yerə. Yaxınlaşanda qabarmalar çoxalır yer üzündə, çayların səviyyəsi qalxır. Uzaqlaşanda isə artıq öz yerinə çəkilir. Necə olur ki, ayın təsirinə biz inanırıq və gözlə görürük, amma digər planetlərin təsirini biz o qədər də, yəni görünən gözlə hiss etmirik. Kainatda hər şey bir-birinə bağlıdır və hər şey bir-biri ilə müəyyən münasibətdədir, müəyyən kontaktdadır. Əlbəttə ki, bizə hər bir şeyin təsiri var. Biz görmədiyimiz hansısa enerjilərin də bizə təsiri var. Ən azından, bax məsələn, sən hansısa bir insanla oturub söhbət edə bilərsən və başa düşə bilərsən ki, bu insanın nəsə enerjisi xoşuna gəlmir. Yəni rahat hiss etmirsən onun yanında. Digər insanın yanında özünü rahat hiss edirsən. Hansısa bir mənzilə daxil oluruq. Ola bilsin ki, bir o qədər belə deyək də varlı mənzil deyil, bahalı mebeli yoxdur və s. Amma biz orada özümüzü o qədər rahat hiss edirik. O qədər yaxşıdır, bizə ruhumuz dincəlir o evdə. Başqa bir ev, çox bahalı bir, təmtəraqlı bir ev də ola bilər olsun, amma biz özümüzü rahat hiss etmirik. Bax, belə şeylər hamısı astroloji cəhətdən öz anlayışını tapır, astrologiyada tapır. İndi baxaq bu yüksələn bürc, günəş bürcü, ay bürcü bu nədir və bizə ötən dəfə astroloqlar dəvət edəndə də bizə suallar verirdi izləyicilərimiz. Mənim yüksələnim nədir? Mən yüksələnimə baxmalıyam artıq proqnozlarda, yoxsa ki, günəş bürcümə baxmalıyam, ay bürcümə baxmalıyam. Onların fərqi nədir ümumiyyətlə? Günəş bürcü, ay bürcü və yüksələn. Günəş bürcü, indi biz hamımız bürc adlandıq, hamı deyir, məsələn, sən nə bürcündənsən deyir, filan bürcündən. Bu günəş bürcüdür. Ay bürcü, ay da müəyyən bürcdən bir keçirmişdə, həmən anda insan dünyaya gələn ayda bu ay bürcüdür. Xüsusilə gecə dünyaya gələn insanlara daha güclü təsir göstərir, nəinki gündüz dünyaya gələn və bizim, bax, o həmən duyğularımızı göstərir, o bizim daxili aləmimizdir, bizim, belə deyək də, kölgə tərəfimizdir. Yüksələn bürcümüz bizim həyat missiyamızı, həyat yolumuzu göstərir. Biz hansı yolla getməliyik, hara gedirik biz? Bax, o sualın cavabıdır. Biz dünyaya gələrkən, bax, necə ki, horizontda günəş doğmur, bax, eləcə doğan bürcə yüksələn bürc deyilir. Və həmən bu bürc bizim həyat yolumuza təsir göstərir. Həm də yüksələn bürc bizim xarici görünüşümüzü də əks etdirir. Yəni, insanın yüksələn bürcünü onun xarici görünüşündən biraz təyin eləmək mümkündür. İndi bax, bu sehrə baxın. Yəni, insanın xarici görünüşü artıq ananın bətnində bəllidir. Yəni, artıq uzi var, biz bilə bilərik. Məsələn, mənim ilk dəfə uzidə öz qızımın üzünü necə görmüşdüm, o indiyə kimi gözümün qabağındadır. Qızın 25 yaşı var artıq. Amma həmən bu yüksələn bürc, bax, bu xarici görünüşə bağlıdır. Deməli, insanın hətta doğum saatı belə öncədən bəllidir. Çünki yüksələnimiz axı bizim saatımıza bəllidir, hətta günümüzə də deyil. Ümumiyyətlə, hamilə qadının biraz belə araşdırıb uşağı nə vaxt dünyaya gətirəcəyini hesablamaq olar. Yəni, o həkimlərin hesablamasını demirəm, bu biraz başqa cür hesablama olacaq. Yəni, aşağı-yuxarı bir uşaq dünyaya 9-cu ayda gəlir. Yəni, 2 həftə tez gələ bilər və ya 1 ay tez gələ bilər, bəzən daha tez gələ bilər.
7 aylıq doğulanlar olur, 8 aylıq. Bir 9 ay case danışa tamamlamadan da bilərəm. Bir maraqlı case buyurun. danışım. Deməli bir tanış xanım keçən ilin sonlarında hamilə idi və uşaq dünyaya gətirməli idi. Tarix düşürdü, deməli yanvarın sonlarına. Amma inşallah əkiz olmalı idi. Olub artıq sağ-salamat, Allah saxlasın və əkizlər biraz tez olur da, hamı bilir. Ona görə deyirdi ki, yəqin dekabrın son günlərində uşaqlar dünyaya gələcək. Bizim də doğum xəritəmizdə Günəş atamızı və ata nəslimizi əks etdirir. Ay isə anamızı və ana nəslimizi əks etdirir. İnsanın doğum xəritəsindən onun anasının və atasının necə insan olduqları, onların öz aralarında münasibətləri və s. bunların hamısını görmək olur. Və beləcə mən qıza dedim ki, gəl bir baxım görüm ayın neçəsi dünyaya gələn uşağın, yəni səni tanıyıram. Ayın neçəsi dünyaya gələn uşağın anası məhz sənsən. Oturub hesabladım, baxdım, görürəm dekabrın sonunda dünyaya gələn uşaqların o anası bu xanıma heç oxşamır. Görürəm axı o tarixdə olan anaları. Deyirəm, yox, bu tarix deyil. Başladım başqa tarixləri hesablamağa, gəldi dekabrın ortalarına. Dedim ki, sən uşağı dünyaya gətirəcəksən, uşaqları. 15-16 dekabr. Bax, həmən o periodda olan ay məhz sənsən. Yəni o biri ay heç səninlə uyğun gəlmir. O dedi, yo, tezdə axı. O vaxtda, amma uşaqlar doğrudan da ayın 16-sı, səhv etmirəmsə, dekabrın 16-sı dünyaya gəldilər. Sonra xanım mənə yazırdı ki, mən doğum evinə gedərkən sənin sözlərini düşünürdüm ki, bu necə oldu? Axı sən mənə demişdin bu vaxtı, doğrudan da hələ o vaxtı oldu. Çünki doğrudan da yəni bu xanımın o tarixdə necə uşağı ola bilərdi, mən təsəvvür edə bilmirəm. Maraqlıdır. Demək ki, bir də doğum xəritəsi var, natal xəritə deyirlər ona. Bəli. Və bizim doğum günümüz, ayımız, ilimiz və bir də saatımız və saniyələrimiz bizim həyatımızı kodlaşdırır, belə deyə bilərik. Proqramlaşdırır. Müəyyən dərəcədə bəli, proqramlaşdırır. Amma belə deyək də, bizim hər birimizin doğum xəritəsində çox gözəl bir potensial var. Yəni Allah Taala heç kimi belə deyək, yoxsul yaratmır, bədbəxt yaratmır, istedadsız yaratmır. İstedadsız da yaratmır. Birincisi hər birimizin missiyamız var. Biz bu dünyaya elə-belə gəlməmişik, hansısa bir missiya reallaşdırmalıyıq. Hər birimizin istedadlı, bacarığı, qabiliyyəti var. Hər birinin ruzusu var, hər birimizin. Hər birimizin normal şəxsi həyatı var. Sadəcə ola bilsin ki, bəli, kiminsə biraz daha ağır karma yükü var, kimsə öz həyatını yaşamır və ola bilsin ki, hansısa bir belə deyək də cəmiyyətin təsiri altında başqa həyat yaşamaq məcburiyyətində olur. Belə şeylər var və doğum xəritəsinin analizi insana göstərir ki, birincisi, sən kimsən? Və hansı yolu getməlisən, nələri etməlisən? Sən nə etməlisən, necə davranmalısan ki, sənin həyatına bol ruzu gəlsin? Sən necə davranmalısan ki, şəxsi həyatda səadət tapasan. Sən necə davranmalısan ki, öz həyat missiyanı reallaşdırıb, özünü, öz ruhunu sakitləşdirə biləsən. Bunlar hamısı doğum xəritəsində görünür və insan astroloqa müraciət edərkən sadəcə sən hansı xasiyyətli insansan anlayışını əldə etməməlidir. O həm də müəyyən tövsiyələr əldə etməlidir ki, tutalım hansısa bir problemi var. O problemi necə çözə bilər? Astrologiya çünki hər bir problemi çözə bilir. Doğrudan hansı suallar? Məsəl üçün biz astroloqa gedəndə hansı suallarımızın cavabının arxasınca getməliyik və ya nələrə cavab tapmalıyıq? Getməliyik anlayışı yoxdur. Yəni necə ki insan məsələn həkimə öz canında olan hər bir problemlə müraciət edir, eləcə də astroloqa daxilində olan hər bir problemlə, hətta sağlamlıq problemləri ilə də müraciət edə bilər. Yəni astrologiya bu bizim əksimizdir. Yəni bu sualların cavabı hamısı əks olunur. Hamısı. Yəni mən təsəvvür eləmirəm, görürsən hansı sualın cavabı orada tapılmaz. Yəni bu vaxta kimi rastıma gəlməyib belə bir şey. Bəziləri astrologiyaya və numerologiyaya fal kimi baxır, hətta müasir falçılıq kimi baxır. Gəl bunu aydınlaşdıraq. Yəni aydınlaşdıraq. Fal nədir? Fal təsadüfdür. Tutalım ki, falçı nə edir? Hansısa bir kart çıxardır təsadüfən. Və o kartda nə yazılubsa, onu deyir. Biraz insanı proqramlaşdırır. Mütləq proqramlaşdırır. Ki, bu mütləq sənin başına gələcək. Hə. Astroloq isə hesablayır. Astrologiya riyaziyyatdır. Astroloq oturub hesablayır ki, məsələn, bax bu doğum xəritəsində olan enerji budur və məsələn gələn enerjilər də hazırda bunlardır. Və sən
bu insanın enerjisi və gələn enerjilər necə bu enerji mübadiləsi necə baş verəcək və bunun nəticəsi nə ola bilər və bunu necə dəyişmək olar? Və yol göstərir. Bəli. Bunu necə dəyişmək olar? Əsas odur ki, bunu dəyişmək mümkündür. Həmişə mümkündür. Yəni mən ümumiyyətlə belə deyək də tale, qismət, alın yazısı sözlərinə inanmıram. Bəzən insanlar qurban bilinci deyirlər, qurban bilincinə girirlər və deyirlər ki, hə, mənim qismətim bu idi, mənim taleyim bu idi, bəxtim gətirmədi. Sanki taleyi ilə barışır, amma halbuki astrologiya bunun tam əksini deyir. Düz anladıqsa əgər. Bəli, bəzən hətta astroloqa müraciət edərkən də insanlar belə bir suallar verir ki, məsələn, mənə müraciət edənlərdə olur belə şeylər, deyir, mən nə vaxt ailə quracam, mənim doğum xəritəmə görə nə vaxt ailə quracam və ya nə vaxt varlanacam. Mən deyirəm, istədiyiniz vaxt. İstədiyiniz vaxt. Əlbəttə, həyatımıza gələn enerjilərin elə periodlar olur ki, məsələn, şəxsi həyat üçün bu enerjilər daha yaxşıdır. Necə ki, o gəminin yelkənlərinə belə külək dolur gedir, bax belə. Bu cür enerji həmən bizi bu tərəfə aparır. Hələ məsələn period olur ki, məsələn daha çox maliyyə, karyera sahəsi üçün gələn enerjilər daha yaxşıdır. Amma yəni hər zaman insan öz qismətinə, taleyinə, alın yazısına təsir göstərə bilər. Mütləq təsir göstərə bilər. Və bu mənim bəxtim belədir. Bu biraz belə deyək də tənbəllikdir. Yəni insan durub hərəkət eləmək istəmir. Çarəsizlik, hər şeyin çarəsi var. Qurban bilinci çox gözəl bəli ifadədir. Qurban bilincidir. Çünki biz əgər öz həyatımıza görə məsuliyyəti öz əlimizə alırıqsa, artıq bu birinci addımdır. Və doğrudan da bax astroloqa müraciət edərkən ən doğru sual mən həyatımı necə daha yaxşılığa doğru dəyişə bilərəmdir. Məsələn, kimisə şəxsi həyatında problem var. Bəli, gəlib astroloqa müraciət edə bilər ki, mən öz şəxsi həyatımda yaxşılığa doğru dəyişiklik etmək üçün nə etməliyəm və astroloq buna cavab verməlidir. Eləcə də maliyyəyə və digər məsələlərə. Bəs xəritəmizdə elə şeylər əks oluna bilərmi ki, biz hələ özümüz də onu bilmirik, özümüzü tanımayan tərəflərimiz, bayaq dedin, kölgə tərəflərimiz, qaranlıq tərəflərimiz. Yəni bax görə kölgə tərəf nədir? Bax yenə qayıtmaq istəyirəm o yüksələn bürcə, ay bürcünə, günəş bürcünə və özümüz haqqında bu bürclər nə deyə bilər bizə? Daha doğrusu və ya natal xəritə bizə nə deyə bilər? Çox şey deyə bilər. Yəni əlbəttə ki, həmçinin astrologiya, doğum xəritəsi insanı özünə tanıtan bir elmdir, bir sahədir. Amma biz bunları biləndən sonra bunlardan düzgün istifadə etmək də lazımdır. Yəni bizim bax həmin o günəş bürcümüzün, ay bürcümüzün xüsusiyyətləri, bizim həyat yolumuz bunlardan biz düzgün istifadə etməliyik. Bunları biləndən sonra bilmək azdır. Bundan istifadə etmək lazımdır. Məsələn, biz bilməliyik ki, bizim günəş bürcümüz həmişə aktiv olmalıdır. Hər insan öz günəş bürcünü aktivləşdirməlidir. Yəni, qabarıq şəkildə nümayiş etdirməlidir. Yəni nə demək? Bax, məsələn, sən xərçəng bürcündənsən, hə? Xərçəng bürcünün əsas xüsusiyyətləri nədir? Bax, sən o xüsusiyyətləri gizlətməməlisən. Məsələn, sən küsəyən ola bilərsən, inciyən ola bilərsən. Yüksələnin mənə kömək edir küsməməyə, biraz belə balançlaşdırır. Bəzən, məsələn, xüsusilə bunu əqrəb bürcündə olan insanlar bəzən deyirlər ki, mən bilirəm ki, mən kinliyəm və özümlə mübarizə etməyə çalışıram. Lazım deyil. Lazım deyil. Biz bu insan deməli bu xüsusiyyətlə Allah Taala onu yaradıbsa, deməli onun bu xüsusiyyəti nə vaxtsa, hardasa ona lazım olacaq, kainata lazım olacaq, kiməsə hardasa, nədəsə lazım olacaq. Mənim tutalım ay bürcüm, günəş bürcüm xərçəngdir. Çox mənə emosionallıq verir. Dediyin kimi bəlkə məni bəzən küsəyən və ya ağlağan da eləyə bilər, amma yüksələnim, yəni hesablamaların birinə görə Dolçadır və Dolça daha belə rasional bürc olduğu üçün məni rasionallığa dartır. Rasionallığa dartır deyəndə ki, balanslı olmağa çalışıram. Biraz sənin xəritəndə rasionallığı doğru başqa göstəricilər də var. Onları sonra danışaram sənə. Amma məsələn bu yüksələn bürc məsələn Dolça olanda insan daha çox novator olur, yeniliyi sevən olur, gələcəyə doğru gedən olur. Hələ bəlkə gələcəyi bu günümüzə gətirən insan olur. Özü də mən onu deyim ki, məsələn yüksələn Dolça insanların arasında astroloqlar da az deyil.
Aha. Astroloqlar daha çox yüksələn Çünki dolçalar və hava yüksələn bürcüdür. əqrəblər olur. Çünki hava bürcüdür yəqin ona görə. Yox, hava bürcü olduğuna görə deyil. Hava ünsürlü daha doğrusu. Uranın Təsir altında olduğu bürcü olduğuna görədir. Çünki Uran da bizim gələcəyimizdir. Bizim yenilik, proqnozlar, bax bunlar hamısı Urana bağlıdır. Ona görə də dolça da ən proqressiv bürcdür də, bizi gələcəyə aparan bürcdür. Aha, deyək ki, günəş bürcümüzü biz belə aydın yaşamalıyıq. Bir də var bizim ay bürcümüz. Ay bürcümüzü biz əksinə rahatlatmalıyıq da. Bax necə ki ay gecə ulduzudur. Biz gecə yatıb dincəlməliyik ki, gündüz aktiv olaq. Bax eləcə də ayımızı da elə bil ki, belə deyək də yatsıdırmalıyıq. Onu rahatlatmalıyıq, sakitləşdirməliyik. Və bunun üçün də müəyyən hansısa addımlar etməliyik. Bir də yüksələnimiz var. Yüksələnimizin yolunu getməliyik. Yüksələn daha vacibdir. Bizi daha çox biz edir. Biz edir demək necə yoxsa ki günəş bürcümüz. Bizi biz edən bizim doğum xəritəmizdir. Bəzən məsələn mənim şəxsən öz doğum xəritəm tam ziddiyyətlidir. Yəni orada o qədər bir-birinə zidd olan şeylər var ki və bu ziddiyyətlərin birləşməsi mənəm. Mənim məsələn günəş bürcüm, ay bürcüm, yüksələn bürcüm, Venera bürcüm, Mars bürcüm hamısı fərqlidir. Heç biri də bir-birinə oxşamır da. Yəni zodiakda nə varsa hamısı mənim doğum xəritəmdə var və bu da mənəm. Ona görə insanı o doğrudan da olduğu kimi edən bu fərdi çox yanaşmadır. Əslində astrologiya əsl astroloq çox fərdi yanaşır. Yəni bürclərə görə əlbəttə hansısa bir proqnoz vermək olar, amma o fərdi proqnozla heç proqnoza yaxın da durmur. Fərdi proqnozumuz başqadır. Ümumi bürclər haqqındakı filan bürcün belə keçəcək ay, bu il bu bürcün başqa keçəcək. O proqnozlara gələcəyik. Bir də belə bir sual yarandı məndə. Məsəl üçün bax bir astroloq olmaq nə deməkdir? Və kənardan insanlar bizə qulaq asanda deyə bilər ki, onda geri astroloqun özünün heç bir problemi olmasın, həyatı çox rahat keçsin. Astroloqun problemi ola bilər olsun, amma astroloq onu çözmək yolunu bilir. Necə çözürsüz öz problemlərinizi? Maşallah. 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 Çözürəm. Doğrudan da məhz astrologiyanın köməkliyi. Bəli. Mənim alətim budur. Yəni necə deyək, dərzinin aləti iynəsidir. Mənim də alətim astrologiyadır. Ona görə bəli, mənim nəsə bir problemim olanda mən əlbəttə ilk növbədə düşünürəm ki, bunu astroloji yolla necə çözmək olar və görürəm ki, doğrudan da olar. Və indi Nərmin, sən 30 illik təcrübəni paylaşmaq üçün başqa insanlarla da təlim keçirmək istəyirsən. Təlim haqqında biraz danışaq. Ümumiyyətlə ancaq astroloq olmaq istəyən insanlar mı qatıla bilər təlimə, yoxsa adi insanlar, adi deyək ki, yəni sıravi insan da qatılıb astroloq olmaq istəməyənlər də qatıla bilərlər. Hər bir insan təlimə qatıla bilər. Hər bir insan astrologiyanı öyrənə bilər və hətta mən bunu insanlara çox tövsiyə də edərdim. Bunun üçün bir çox səbəblər var. Məsələn, öz Instagram səhifəmdə də bir belə post paylaşmışdım ki, yəni astroloq olmaq üçün hansı səbəblər var. Birincisi, insan astrologiyanı biləndə, bax hər problem olanda astroloqa müraciət etməyə bilər, amma astrologiyanın sirlərini istifadə edərək öz problemlərini çözə bilər. Məsələn, öz ailəsində uşaqlarını düzgün yönləndirə bilər, öz həyat yoldaşını lazımdırsa düzgün yönləndirə bilər, maliyyə filan mövzularında. Münasibətləri tənzimləyə bilər. Məsələn, öz həyat yoldaşı ilə münasibətlərini, qaynana ilə münasibət bizim cəmiyyətdə belə deyək də populyar olan, gündəmdə olan həmişə qaynana mövzusu, qaynana ilə münasibətləri də tənzimləmək olar bunun köməyi ilə. Yəni bütün münasibətlərə, yəni bütün münasibətləri, tənzimləməyə kömək edə bilər bizə. Bəzən insanlar düşünürlər ki, uyğunlaşma xəritəsi yalnız sevgililərə və həyat yoldaşına aiddir. Yox, hər bir insanla, hətta insan öz övladları ilə də, bəli, mən dəfələrlə belə bir uyğunlaşma xəritələri eləmişəm. İnsanın öz övladı ilə uyğunlaşması. Bunu da eləmək olar. Ondan başqa, insan öz doğum xəritəsini bilərək öz potensialını da bilir. Hər dəfə öz məsələn proqnozlarını da bilir və öz həyatını tənzimləyə bilir. Öz həyatının potensialından maksimumu götürə bilir. Astroloq işləmək istəyənlər üçün lap yaxşı. Astroloq peşəsi gözəldir. Niyə? Çünki məsələn adam istədiyi vaxt, istədiyi yerdən işləyə bilir. Məsələn, səyahətdə də işləyə bilir. Ya gedib məsələn bağda işləyə bilir, hansısa bir istirahət güşəsində işləyə bilir. Səhər saat 9-da işə getmək məcburiyyətində bu insan deyil. Xanımlar üçün, xüsusilə bununla xanımlar maraqlanır. Ev işləridir, uşaqlardır və s. Bunu həm də pul qazanmaqla da birləşdirmək mümkündür və astroloqun qazancı da astroloq peşəkar olduğu halda heç də pis deyil. Yəni hər halda gedib maaş alan insanlardan az deyil. Amma bir var ki 9 saat adam işdə keçirir
nahar fasiləsi daxil, üstəlik ora gedib gəlməyə Freelancer. yol və s. Bir də var ki, evdən gündə 2-3 saat işləməklə də eyni həmin pulu qazanmaq Nərmin, sən mümkündür. özün də PR sahəsində çalışırdın. Çalışmışam, Sonra isə bəli, artıq bəli. Tamamilə uzaqlaşdın və sırf özünü Bəli. həsr etdin astrologiyaya, həm də təlimlər verməyə artıq başlamısan. Bəli, bəli. Nərminin telefonlarını biz indi görürük. Əgər qatılmaq istəyənlər varsa, Nərmin Zeynalova həm onun Instagram səhifəsindən əlaqə saxlaya bilərsiniz. Əgər arzulayanlar varsa, təlimə qatılmaq istəyənlər və ümumiyyətlə bir astroloq kimi də müraciət etmək istəyənlər, həm də telefon nömrələrindən yazıb əlaqə saxlayıb qatıla bilərlər. Nə qədər çəkir bu kursun müddəti və bu canlıdır yoxsa onlayndır? Necə baş tutur? Onlayndır, amma dərslər canlı olacaq. Sonradan dərslərin video yazıları Telegram kanala yüklənəcək. 12 həftə çəkəcək bu. İlkin təlim sıfırdan başlayaraq və təlimin sonunda tələbələr tam doğum xəritəsini təhlil edə biləcəklər. Mənim bu təlimi yaratmaqda daha bir məqsədim, bəlkə də bu əsas məqsədimdir, özümə komanda yaratmaqdır. Çünki doğrudan da bir astrologiya mərkəzi kimi yaratmaq istəyirəm. Astrologiya məktəbi yaratmaq istəyirəm. Azərbaycanda savadlı astroloqların sayı daha çox olsun istəyirəm. Çünki görürəm ki, təəssüf ki, özünü astroloq adlandıran, amma çox səhv məlumatlar insana verən, insanları bəlkə səhv yola aparan bir astroloqlar var və doğrudan da insanlar savadlı astroloqu savadsız astroloqdan ayıra bilsinlər deyə və öz komandam olsun deyə belə bir təlim yaradıram. Ona görə məsələn astroloq işləmək istəyən və təlimə gələn insanlar həm də özlərinə bir iş yeri də qazana bilərlər. Aha, və bu 12 həftə çəkir. 12 həftədən sonra bəli. sertifikat yəqin ki, Sertifikat veriləcək, bəli. Və insan sabahları kiməsə bir konsultasiya verərkən o deyə bilər ki, bəli, bu Nərmin Zeynalovadan öyrənib astrologiyanı, hansısa bir internet səhifəsindən copy-paste eləyib məlumat göndərmir. Yəqin ki, bunun davamı da olur sonra Nərmin, elə deyilmi? Davamı əlbəttə olacaq. Çünki Bunun astrologiya bəli, çox böyük sahə olduğu üçün. Bəli. Daha peşəkar olmaq istəyənlər üçün onun davamı da olacaq. Ayrıca proqnostika kursu olacaq. Çünki bu doğum xəritəsidir. Bu doğum xəritəsinin təhlilidir. 12 həftə biz doğum xəritəsini bitdə təhlilini öyrənəcəyik. Bütün o evləri, planetləri, aspektləri və s. Lakin ondan sonra inşallah payız aylarında proqnostika kursu da olacaq. Amma proqnostika kursuna yalnız bu ilkin kursu keçənlər daxil ola biləcək. Bu natal kartı, doğum xəritəsini tərtib etmək və onu oxumaq üzrə təlimdir. Düz başa düşdüm. Aha. Bir də neçə istiqaməti var deyim astrologiyanın və onun neçəsini sən mənimsəmisən özün astroloq deməli, olaraq? Belə baxaraq mən klassik qərb astrologiyasını özüm təlimini də onun təlimini keçəcəm, özüm də ondan istifadə edirəm. Klassik qərb astrologiyasından. Ondan başqa amma dünyada bir-birindən belə deyək, müstəqil olaraq yaranan digər astrologiya məktəbləri də var. Məsələn, hindlilərin Jyotish adlanır, səhv etmirəmsə, o astrologiya ilə mən məşğul olmuram. Hindlilərin astrologiyasıdır. Bir qədər fərqlidir. Yəni düzdür, o da astrologiyadır, o da bürclərə bağlıdır. Amma orada məsələn bürclər biraz bizim öyrəşdiyimizdən daha fərqlidir. Fərqli tarixlərdə başlayır, bitir. Çin astrologiyası var. O artıq düzdür, astrologiya onu adlandırmaq bir o qədər düzgün deyil. Bacı adlanır. Onlar da doğum xəritəsi tərtib edirlər. Onu biraz bilirəm. Və hətta o Çin astrologiyasının köməyinə də bəzən müraciət edirəm o astrologiyada. Bu astrologiya ümumiyyətlə göy cisimlərinə bağlı deyil. Bax, maraqlısı odur ki, mənim əvvəldə dediklərim, yəni astrologiya ilk növbədə enerjini öyrənən bir elmdir. Çünki bax, Çinlilər ümumiyyətlə göy cisimlərinə baxmırlar. Onlar sadəcə hansısa bir müddəti götürürlər. Məsələn, bu vaxtdan bu vaxta kimi və nəsə adlandırırlar da, deyirlər, Çin adı bir verirlər, bir ieroqliflə onu ifadə edirlər və salam. Göy cisimləri yoxdur burada. Amma yenə də o Çin sistemi ilə tərtib olunan həmin o xəritə və oradan aldığımız məlumatlar, qərb sistemi ilə tərtib etdiyimiz xəritə, oradan aldığımız məlumatlar çox oxşardır. Eləcə də numerologiyadan da aldığımız məlumatlar bizim qərb astrologiyasında məsələn aldığımız məlumatlarla oxşardır. Bir də başqa bir proqnoz
astrologiyası var və bir də horror məsələn. Onlar hamısı klassik qərb astrologiyasının hissəsidir. Onlardan da Bəli, danışaq. o proqnostika var. Məsələn, proqnozları tərtib etmək. Bir neçə cür proqnozlar olur astrologiyada. Tranzitlər anlayışı var, solar anlayışı var, mənim ən sevdiyim. Və horari deyirik biz anlayışı var. Solar 1 illik proqnozdur, mənim ən sevdiyim. Tranzitlər sadəcə məsələn hal-hazırda bizim həyatımızda olan planetlərin təsiridir. Solar 1 illik fərdi proqnozdur. Mükəmməl bir şeydir, yəni. Mənim ümumiyyətlə mənə müraciət edən insanların da, müştərilərin ən çox sevdiyi məncə konsultasiya odur. Çünki bax o 1 illik çox gözəl proqnoz verir. Yəni bir ad günündən o biri ad gününə kimi hesablanır. Çünki bizim ilimiz məhz bizim ad günümüzdə başlayır. Yəni bəzən olur bir gün tez, bir gün gec. Və ildə bizə hansı enerjilərin gəlib getdiyini göstərir. Və biz onu öncədən tərtib edərək, ad günümüzdən xüsusilə 2-3 ay öncə tərtib edərək biz bu enerjiləri gözəl təsir edə bilirik. Lap tam dəyişə də bilərik bu enerjilərin təsirini, bəli. Dəyişə bilərik. Əlbəttə, dəyişə bilərik. Həmən o solar başlanan periodda, məsələn, başqa ölkəyə getməklə tam dəyişmək olur solar. Yəni biz bu ölkədəyiksə, bizim bəlkə başımıza nəsə gələ bilər. Məsələn, biz başqa ölkəyə köçsək, bizə baş verməyəcək. Bəli. Məsələn, praktikamda olub, xanım müraciət edib, deyib ki, məsələn, mən istəyirəm mənim şəxsi həyatımda nəsə bir yenilik baş versin. Amma onun solarında şəxsi həyat ümumiyyətlə yox idi. Yəni çox belə karyeraya bağlı idi. Xanım karyerasında şikayəti yox idi. Deyirdi ki, mən artıq karyeradan bezmişəm, şəxsi həyat istəyirəm. Tapdım, hesabladım onun üçün başqa bir ölkə. Getdi ad gününü həmən o ölkədə qarşıladı, qeyd etdi və həmən il çox şükürlər olsun ki, şəxsi həyatında çox gözəl bir dəyişikliklər baş verdi. Xanımlar buna ciddi yanaşsınlar, mən elə gəlir ki, yəni belə bir məsələ üçün xəritə ola bilərmi ki, tutalmaq dediniz ki, xanım idi, şəxsi həyatı alınmırdı və ümumiyyətlə onun bu şəxsi həyat görünmürdü. Necə dedin? Yəni enerjilər yox idi. Yox idi. Hə, bu mövzuya aid bu evlərdə enerji yox idi. Yəni ola bilərmi ki, ümumiyyətlə bir insanın həyatında hansısa bir enerji olmasın? Yox. Yəni şəxsi həyat heç vaxt evlənməyəcək və heç vaxt getməyəcək. Yox. Heç vaxt sözü yoxdur xəritədə. Əgər kimsə indiyə kimi hansısa bir astroloqdan sən heç vaxt ərə getməyəcəksən, ya kasıb olacaqsan, ya əri səni döyəcək, ya nə bilim nə belə şeylər. Ya boşanacaqsan 100% falan eşidirsə, o astroloqdan qaçmaq lazımdır. Çünki belə bir şey yoxdur. Yəni doğrudan da məsələn bəzi insanların doğum xəritəsində boşanma ehtimalı digər insanlardan daha yüksəkdir. Amma o demək deyil ki, 100% bu insan boşanacaq. Və ya məsələn şiddətlə rastlaşmaq riski. Bəli, daha artıq kimdəsə daha artıqdır, kimdəsə daha azdır. Və yenə də amma bunun da qarşısını almaq olar. Bunların hamısının qarşısını almaq olar. Astroloqsan bir tövsiyə etkinə də bu insan necə bunun qarşısını alsın? Elə belə deməklə nə var ki? Bir dəfə mən şokdaydım. Bir çox gənc xanım mənə müraciət etmişdi, bir 20 yaşında. Hansı astroloq ona demişdi ki, sən 23 yaşında ərə gedəcəksən, ərin səni döyəcək. Birincisi insana belə bir sözü necə demək olar? İkincisi, okey, sən görürsən bu 23 yaşında nəsə elə bir insana rast gələcək ki, ondan şiddətlə qarşılana bir. Deyinən ki, o periodda gələn insana ərə getmə. Yəni ona getməmək də olur və məcburdur. Yəni bu necə bir gün oyanacaq ki, əri var yanında. Axı belə bir şey ola bilməz. Bizdə belə bir anlayış var ki, bizim həyat yoldaşımız bizim məhz qismətimizdir. Yəni uğurlu da olsa, uğursuz da olsa bu bizim qismətimizdir, qədərimizdir. Amma astrologiya deyir ki, yox, qarşına belə bir adam çıxa bilər, sən onunla ailə həyatı qurmaya bilərsən. Bəli, bizim həyatımızda, hər insanın həyatında, məsələn, şəxsi həyat üçün, hər şey həyat qurmaq üçün, ailə qurmaq üçün, məsələn, daha uyğun periodlar olur. O periodda ailə qurmaq da olar, qurmamaq da olar. Bəlkə kimsə heç ümumiyyətlə ailə qurmaq istəmir. Belə insanlar da var da. Ya elə insanlar var ki, uşaq istəmir. Hər insanın o seçimidir. Yəni və bu seçimdən düzgün istifadə etmək mümkündür. Ən çox insanlar hansı problemlərlə müraciət edirlər? 3 problem var. Əsas insanların 3 problemi var. Birincisi şəxsi həyat, xüsusilə ailə qurmaq problemi. Bizdə qızlar çox ailə qurmağa meyllidirlər və müraciət edərkən soruşurlar ki, məsələn, ailə quracam, qurmayacam, bununla quracam, ya qurmayacam və s. İkinci əlbəttə ki, maliyyədir. İnsanlar öz maddi durumunu yaxşılaşdırmaq istəyirlər. Bu da astrologiyanın köməyi ilə mümkündür. Üçüncüsü həyat missiyası.
çox sevdiyim həyat missiyası, çünki bu əslində əsasdır. İnsan öz həyat missiyasını tapanda, öz düzgün həyat yolu ilə gedəndə onun qarşısında bütün qapılar açılır ilk növbədə. Həm maddi tərəfdən də durumu daha yaxşılaşır, həm şəxsi həyatda da yaxşılaşır durumu. Mən öz səhifəmdə bir post paylaşmışam. Belə bir case olub təcrübəmdə. Bir xanım mənə müraciət etmişdi. Çox uğurlu karyerası olan bir xanım idi. Və mənə biznes üzrə hansı bir konsultasiya üçün müraciət, biznes açmaq istəyirdim. Onun doğum xəritəsini açıb gördüm ki, bunun həyat missiyası karyeradır. Yəni bu xanım xanımlara göstərməlidir ki, mən özüm öz gücümlə, yəni dayım olmamış, yəni nəsə hansı bir imkanlı yoldaşım olmamış gözəl karyera qura bilərəm. Bu bunun həyat missiyası idi və ümumiyyətlə kartı belə karyerist kartı idi. Çox gözəl enerjili belə bir kart idi. Xanıma dedim ki, nə gözəl siz öz həyat missiyanızı reallaşdırırsınız, çünki adətən astroloqa müraciət edən insanlar öz həyat missiyasından uzaq insanlar olur. Xanım da dedi ki, mənə həyat məcbur elədi bu missiyaya gəlməyə. O da bir ailə qurubmuş, gənc yaşında işləmirmiş ümumiyyətlə. Yəni yoldaşı icazə verməyib, evdar xanım idi, 2 uşaq dünyaya gətirib və təxminən bir 30 yaşı olanda uşaqlar deyəsən təzə məktəbə gedir. Həyat yoldaşı gəlib deyib ki, mən başqa qadını sevirəm. Zəhmət olmasa əşyalarını topla, get atanın evinə. Və deməli məsələ belə idi ki, yəni oğlanın nə rəsmi iş yeri var idi, nə rəsmi evi var idi öz adına. Buna nə ev düşdü, nə bir normal aliment düşdü. Və xanım məcbur oldu gedib işləsin. Çünki atasının evində də qardaşı evlənmişdi, orada da uşaqlar falan, yəni belə sıxıntı da doğru deyil ki, uşaqlar. Yəni çox belə çətinliklərlə rastlaşıb işləməyə getdi və 10 ilin ərzində, cəmaət 30 ilin ərzində qura bilmədiyi karyera qurdu. 10 ilə o adi katibə idi, ya reception nəsə belə bir vəzifədən top menecer vəzifəsinə qədər yüksəldi öz gücü ilə, öz ağlı ilə. 30 yaşında cəmi işə başlayıb bu insan. Yəni cəmaət 18 yaşında işləməyə başlayarkən bu xanım 30 yaşında başlayıb elədi. Çünki həyat missiyası bu idi və ondan sonra onun həyatında bu bol ruzi də oldu. Yəni o ailəli olarkən heç o ruzunu görməmişdi. Uşaqları ödənişli məktəbə gedirdi və s. Yəni özü-özünə ev almışdı mənə müraciət edən vaxtı artıq. Bax belə. Yəni bəzən insanın şəxsi həyatı missiyasını reallaşdırmadığına görə uğursuz olur. Belə şeylər də var. Onlar hamısı doğum xəritəsində görünür. Aha. Bəs uyğunlaşma xəritəsi var bir də. Bu cütlüklər evlənməmişdən qabaq uyğunlaşdırma xəritəsi çıxmaq, doğrudan da bizi bir-birimizi tanımağa real kömək eləyə bilərmi? Əlbəttə kömək eləyə bilər. Dəqiq nəticə verə bilər. Bax, məsələn, elə ən azını götürək. Ümumiyyətlə, əlbəttə, uyğunlaşma xəritəsi tam xəritədir də 2 dənə doğum xəritəsi götürür və birləşdirilir. Amma hətta insanların təkcə ay bürcünü bilməklə artıq bir çox problemlərin həllini bilmək olur. Niyə? Çünki biz, məsələn, bax, cəmiyyətdə adam arasında öz günəş bürcümüzü göstərir. Yəni, insanlar bizi günəş bürcümüzə görə tanıyırlar. Amma evdə biz ay bürcümüzün xüsusiyyətlərini göstəririk. Ona görə bəzən xanımlardan mən belə bir söz eşidirəm ki, yəni tək mən yox, məncə hamı yəqin ki, bunu eşidib. Deyirlər ki, biz görüşəndə bu oğlan belə idi, evləndi, oldu hələ bir tamamilə başqa bir adam, artıq belə hərəkətlər eləmir, belə hərəkətlər eləyir. Və bu da bir mənfi bir aspektdə yozulur ki, yəni pis adamdır da güya bu. Yazıq pis adam deyil, sadəcə bu öz ay bürcünün xüsusiyyətlərini göstərir. Evdə ayıq, çöldə günəşi. Bəli, tamamilə doğrudur. Ona görə insanın artıq heç olmasa ay bürcünü bilməklə onun o evdə, məişətdə davranışı necə olacaq onu bilmək olur. Ona görə əlbəttə evlənməkdən öncə bu xəritəni tərtib edib bir çox şeylər bilmək olur. Məsələ onda deyil ki, bu insanla ailə qurmayasınız ümumiyyətlə. O uyğunlaşmadan sonra. Məsələ ondadır ki, onun hansısa bax belə indiyə kimi görmədiyiniz tərəflərini biləsiz və onlara hazır olasınız və hansısa bir konfliktlərdən çıxma yolunu da biləsiz. Çünki açığını deyək də bizdə əsasən bu konfliktləri həll edən, hər şeyi belə də biraz yumşaldan axarına qoyan qadındır. Və astroloqa da müraciət edən əsasən qadınlardır. Təbii ki. Bəs sizcə boşanmaların bu astroloji aspektdən əgər biz analiz etsək,
daha çox xəritələrə baxırsınız da, elə ailələrə bəlkə və yaxud da ki, ümumiyyətlə qadınlara və görürsüz ki, bu ya boşanıb və yaxud da ki, boşanmaq istəyir məsəl üçün. Daha çox nə üçün boşanırlar? Ailələr niyə dağılır? Bu gün çox dağılan ailələrin sayı çoxdur və günbəgün artmaqdadır çox. Bəli, çoxdur. Cavabınız varmı bu? Var, əlbəttə var. Astrologiya belə deyək də nöqteyi nəzərindən birincisi insanın doğum xəritəsində bu ayrılığa meylli olub olmamaq göstərilir. Amma ondan başqa həm də belə deyək də müəyyən bir daxili yetkinlik məsələsi var. Bir çox insanlar elə bil ki, o yetkinliyə çatmamış ailə qururlar. Və bundan sonra əlbəttə ki, başqa insanla o münasibəti qurmaq bacarığı olmur insanda. Ona görə bax bu yetkinlik də olmalıdır. O da daha çox o səbəbdəndir ki, yetkinləşməmiş ailə həyatı. Bəli, hal-hazırda məsələn mənim yaşla bağlıdır, yoxsa ki, ümumiyyətlə tərbiyə metodu ilə bağlıdır ki, bizə düzgün tərbiyə vermirlər. Bizə uşaq kimi baxır valideynlərimiz. Biraz həm də bilirsiniz, bizim hal-hazırda ümumiyyətlə period belədir ki, yəni biz tərbiyəyə keçək də, bizdə bizim öz mentalitetimiz var. Bizdə daha çox patriarxal bir cəmiyyətdə yaşayırıq. Amma hal-hazırda belə deyək də göy cisimlərindən tutmuş ümumi, nə bilim, siyasi duruma qədər hər şey daha müasirliyə doğru gedir. Və bu səbəbdən ona görə bax bu qadınlara bu enerjilər təsir edir və qadınlar artıq kişi nə dedi, o mənim üçün qanundur, kişi gəzər, eybi yox, kişi əl qaldırsa da eybi yox, gözümü yumaram. Bax bunlara artıq dözmürlər. Bu da var. Bu da ikinci bir səbəb. Çünki bax o Uranın təsiri, bu hamısı Uranın belə deyək zibilləridir. Çünki doğrudan da kartında məsələn Uranın neqativ aspektləri daha çox olan insanlar boşanmağa daha meylli olurlar. Xüsusilə müəyyən şəxsi planetlərlə Uranın aspektləri olanda. Uran daha çox belə bizi boyun əyməməyə çağıran və müstəqillik, yəni o daxili müstəqillik bizə verən planet. Və yaxud da ki, sərhədlərinin pozulmasını istəməyən və yaxud da ki, zorakılığa məruz qalmaq istəməyən. Bəli. Məsələn, müəyyən məsələn Pluton ilə aspekti olanlar, onlar şiddətə də məruz qalırlar bəzən. Məsələn, biz bir qadına haqq qazandıra bilmərik ki, o döyülürsə və ya psixoloji zorakılığa məruz qalırsa və o dözürsə buna, biz buna bilmirəm, düzdür, belə baxanda anlayış göstərməyə çalışa bilərik. Zorakılığa dözmək ümumiyyətlə düzgün deyil, əlbəttə ki. Yəni bunu hamı bilməlidir, hamı qızını tərbiyə edərək də bunu göstərməlidir. Amma belə deyək də, oğlanları da tərbiyə edəndə onları, qadınları biraz daha hörmətlə yanaşmaq, onları saymaq, elementar olaraq saymağı da öyrətməliyik. Dəyər verməkdən öncə heç olmasa biraz o saymamazlıq etməməyi də öyrənməlidirlər ki, ondan sonra artıq başlasınlar dəyər verməyə. Doğrudur. Bəs xəstəliklər necə doğum xəritəsində öz əksini tapa bilir? Əlbəttə tapır. Qaçmaq mümkündür xəstəliklərdə. Mümkündür. Amma öncədən. Yəni xəstəlik düzdür. Xəstəlik artıq baş veribsə, yenə də astroloq həkimə dəstək ola bilər. Həkimə əvəz etmir astroloq. Baxmayaraq ki, məsələn, bizim həkimlərin hamısı and içir. Hipokrat andıdır. Nədir onun adı? Bəli, Hipokrat andı. Həmin o Hipokrat astrologiyadan istifadə edirdi. İbn Sina da astrologiyadan istifadə edirdi müalicə növlərində. Mən demirəm ki, insanlar həkimi qoyub astroloqa müraciət etsinlər. Xüsusilə ona görə ki, mənim həyat yoldaşım həkimdir. Mən belə bir şey deyə bilmərəm. Amma astroloq dəstək ola bilər. Necə ki, biz məsələn dərmanla yanaşı vitamin atmırıq, eləcə astroloqun da tövsiyələri ilə məsələn sağalma prosesi daha tez gələ bilər. Amma hamısından yaxşısı odur ki, vaxtı-vaxtında astroloqa müraciət edib doğum xəritəsində hansısa xəstəliklərin olub-olmaması ehtimalını görməkdir. Çünki bir dəfə mən heç onu unutmaram. Mənə müraciət etmişlər, cavan insan, cəmi 39 yaşında insult keçirmişdi və komada idi. Mən onun doğum xəritəsində bax buna meyllilik gördüm. Amma əgər onlar heç olmasa 3-4 il bundan öncə məsələn bu insan doğum kartını tərtib etsəydi, mən bunu görüb deyəcəkdim ki, yəni məsələn səndə belə bir risk var və bu risk olmasın həyatında deyə sən filan şeylər etməlisən. Amma onlar mənə müraciət edəndə artıq gec idi. Bu insan həyatda yoxdur artıq. Çox təəssüf, Allah rəhmət eləsin. Amma vaxtında bunu edərkən ona görə astroloq doğrudan da vaxtında astroloqa müraciət etmək bir çox problemləri həll edir.
Məsələn, insan astroloqa müraciət edir, bir 35-40 yaşlarında deyir ki, mən peşəmi sevmirəm. Sevmirəm bu peşəni, istəmirəm. Bu işə getmək mənim üçün əzabdır, əziyyətdir. Mən nə edeyim? Baxıb görüm ki, doğrudan bu insanın meyli tamamilə başqa bir peşəyədir. Deyirəm ki, məsələn, sizin daha çox məsələn filan peşə sizə daha çox uyğun olardı. O da bəzən ağlayır. Deyir ki, mən yalvarırdım valideynlərimə ki, onlar o sahəyə gedim. Valideynlərim dedi, yox, bizim nəslimiz hamısı bu sahəyə gedib, sən də ora getməlisən. Yəni neçə dəfə bax belə bir кейs olub mənim praktikamda. Ona görə uşağın məsələn xəritəsini görəndə uşağı hara yönləndirmək lazımdır? Onun istedadı haradır? Bəzən çünki bizə valideynlər deyirlər ki, məsələn incəsənət sahəsinə getsə orada pul yoxdur, ya nə bilim hansı sahəyə getsə orada pul yoxdur, getsə filan sahəyə orada pul var. Elə deyil. Hər sahədə pul var və elə sahə var ki, nə qədər ora bərəkətli sahə sayılsa da, hansı insan oradan gedib pul çıxara bilməyəcək. Ona görə hər insanın ruzusu müəyyən bir yerdən gəlir. Onu da bilmək olar öncədən. Bir də doğum saatı bilmədən onun doğum xəritəsini, natal xəritəsini çıxartmaq biraz çətin olur və mümkün olmur. İndi məsəl üçün yeni dünyaya gələn uşaqların doğum saatını yazırlar. Şükür Allaha. Amma bizim, yəni dövrümüzün, nəslin insanlarında bizdən dəyişəndə bütün mamaların sevdiyi şeydir. Yəni mən nə qədər eşitmişəm o sözü ki, mamam da smendir. Hansı smen? Səhər smeni, bəzən o vaxt həkimlər 3-ə kimi işləyirlər. Bəlkə o vaxtın smeni, ya axşam smeni, hansı smen dəyişəndə. Ən yaxşı halda səhər, günorta, axşamı biliblər. Hə. Ki amma saatı bilməyiblər də və onu da ratifikasiya eləyirlər. Rektifikasiya edirlər. Bəli, bəli, rektifikasiya olunur. Rektifikasiya zamanı mümkündür. Rektifikasiya nə vaxt mümkün deyil? Çox gənc insan üçün. Niyə? Rektifikasiya insanın həyatında artıq baş vermiş hadisələrə görə onun doğum saatının müəyyən edilməsidir. Elə bil ki, necə ki biz proqnoz tərtib eləmirik, bu da proqnozun tərsinəsidir. Yəni tərsinə gedirik. Artıq baş vermiş hadisələrdən geriyə gedib o saatı tapa bilirik, amma bu nəsə bir hadisələr baş verməlidir də həyatında. Hansı hadisələr? Məsələn, ailə qurmaq, boşanmaq, uşağın dünyaya gəlməsi, xarici ölkəyə köçmə, məsələn, emiqrasiya. Universitet bir o qədər önəmli deyil doğum xəritəsinə görə. Məsələn, hansısa bir qəza keçirmə, ciddi xəstəlik, cərrahi əməliyyat, ya məsələn kimsə qolunu, qıçını qırıbsa, sındırıbsa, bax belə bir şey. Bax bunların ya yaxınlarını itirmə, kimsə məsələn valideynlərini itirən, ya kimisə itirən, bax bütün bu hadisələrin üzərində rektifikasiya etmək mümkündür. Ona görə məsələn 20 yaşında insan adətən bu hadisələrin heç birini yaşamır və ona görə onun üçün rektifikasiya etmək bir qədər çətindir. Amma şükür Allaha ki 20 yaşında daha çox insanların hamısı öz doğum saatlarını bilirlər. Amma məsələn biz yaşda və daha yaşlı nəslin nümayəndələri üçün rektifikasiya etmək mümkündür, bəli. Bir də bayaq horror astrologiya dedi. Horari deyilir. Türklər horari deyilir, ruslar xorar deyir. Deməli bu çox astrologiyanın gözəl bir növüdür. Suala cavab. Hər suala konkret cavab. İnsan məsələn bəzən olur biz oturub düşünürük və hansısa bir sual yaranır beynimizdə. Həmin o sualın yaranma vaxtını astroloqa göndərsək, astroloq o sualın cavabını verəcək. Amma bax şərt odur ki, bu məhz insan oturub bəzən sualı özündən fikirləşməməlidir. O birdən ani insana gəlir. Görəsən bu necə olacaq? Bax onu astroloqa həmin o sualın yaranma vaxtı ilə göndərsək, həmin o deməli vaxtın xəritəsinə uyğun həmin o suala cavab tapmaq mümkündür və çox dəqiq, gözəl cavablar olur. Maraqlıdır. Bu haqqda heç eşitməmişdim, duymamışdım astrologiyanı. Bəli, belə bir şey də var. Ümumiyyətlə, yaxşı astroloq olmaq üçün insana bir 30 il lazımdır, yoxsa? Yox, əlbəttə ki, təcrübə önəmlidir. Öz sözünü deyir. Çünki məsələn, mən astrologiyanı öyrənməyə başlayanda, mən hələ ki kitablarla öyrənməyə başlayırdım. Onda ümumiyyətlə internet yox idi mən astrologiyanı öyrənməyə başlayanda. Sonra keçdim internetə, sonra keçdim kurslara və s. Amma eyni zamanda mən bütün bu 30 neçə il boyu öz təcrübəmi toplayırdım. Məsələn, lap əvvəl məktəb yaşlarında hamıdan bürcünü soruşurdum və baxırdım görüm bu insan hansı xüsusiyyətləri göstərir. Görüb, bu bürcü uyğundur.
belə yazılıb, amma bu belədir. Orda elə yazılıb, bu belədir. Yəni daima mən müşahidə və analiz edirdim öz beynimdə. Sonra doğum xəritələrinə baxıb belə müşahidələr edirdim. Əlbəttə bunun öz yeri var. Amma yenə də bunu öyrənmək mümkündür. Niyə? Çünki astrologiyanın əsası riyaziyyatdır, hesablamalardır. Onu deyim ki, yəni böyük riyazi biliklər də vacib deyil. Hesablamalar çox çətin deyil və bu hesablamaların nəticəsində insan çox gözəl məlumatlar əldə edə bilir. Həm də bu doğum xəritəsində bu karmik yük də görünür deyirlər. Əlbəttə, bəli. Və ümumiyyətlə sizcə insanın əvvəlki həyatda etdiyi səhvləri bu həyatda da ödəyir doğrudan da? Bəli. Bizim o karmik düyünlər adlanan bir anlayış var. Doğum xəritəsində o bizim keçmiş həyatlardan gətirdiyimiz yükümüzdür, onu görürük. Nə etməliyik o yükdən azad olmaq üçün bu həyatda onu görürük və yeni həyata gedərkən özümüzü hansı yükə aparacağıq, onu da görürük və bizim belə də kökdən gələn problemlərimizi görürük. Məsələn, ana kökündən, ana nəslindən, ata nəslindən oradan gələn hansısa bir problemləri də görürük. Məsələn, bu yaxınlarda mən bu 30 neçə illik təcrübəmdə görmədiyim bir doğum xəritəsi gördüm. Özüm də bir qədər şokdaydım. Yəni o xəritədə o qədər bax o ana kökündən gələn ağır bir karma yükü var idi ki, qızın üstündə. Mən ələsini indiyə kimi görməmişdim. Yəni o gündə insanın rastına gələn kartlardan, xəritələrdən deyil idi. Amma belə şeylər də var. Yəni əlbəttə amma onun da əlacı var. Bax bu halda astroloqa müraciət edib bunun əlacını tapmaq lazımdır. Yəni bunu şəfalandırmaq mümkündür. Hər şeyi şəfalandırmaq mümkündür. Mümkün olmayan bir şey yoxdur. Məsələn, gəlin bir case deyək. Hamımızın bildiyi Venera planetini şəfalandırmaq bu bizim qadınlıq tərəfimizdir. Biraz da deyəsən daxili karyera tərəfimizdir. Və karyer yox, pul. Pul. Yəni o Venera zəif olanda nə deməkdir? Və ya onun enerjisi zəif olanda nə deməkdir? Venera zəif olanda ailə həyatı qura bilmir. Yəni nə baş verir? Ola bilsin ki, məsələn, ailə həyatında da problemlər olsun. Venera zəif olanda ilk növbədə bax, əgər siz mioması, fibroması, mastopatiyası, zob xəstəliyi olan xanımlar tanıyırsınızsa, bilin ki, onların hamısının Venerasında nəsə bir nasazlıq var. Və ya məsələn gənc xanımlarda üzündə akne olur, güclü akne olur. O da Venera ilə problemlərdən irəli gəlir. Venera zəif olanda həm də insan öz şəxsi həyatında bir qədər çətinliklər çəkə bilər. Onu da şəfalandırmaq olur, onu da gücləndirmək olur. Şəfalandırmaq şəxsə görə dəyişir, yoxsa hamı üçün standart? Doğum xəritəsinə görə dəyişir. Bəli. Bəzinin əlbəttə oxşar xüsusiyyətlər ola bilər iki doğum xəritəsində və tövsiyələr oxşar ola bilər olsun, bəli. Şəfalandırma tövsiyələri oxşar ola bilər. Olmaya da bilər, fərqli də ola bilər. Məsələn, olurmu ki, elə xəritə olub ki, Nərmin, deməsən bu adam çox böyük uğurlar qazana bilər, çox böyük potensialı var. Bax, keçən həftə bir təhlil edirdim uşaq, qız uşağı, ana uşaq üçün doğum xəritəsi sifariş etmişdi. Yəni mən anaya sonda xahiş elədim ki, anadan ki, çox xahiş eləyirəm, bu uşaq böyüdükcə hərdən mənə bir xəbər verin. Ki görək nə olacaq? Çünki doğrudan da bu belə deyək də bu uşaq sabahları çox tanınmış bir insan ola bilər. Hansı sahədə tutalım? Belə də coach sahəsində bu insanların düşüncəsini dəyişmək üçün gəlib bu dünyaya. Balaca qızdır. Hal-hazırda balaca qızdır, amma onun doğrudan böyük gələcəyi ola bilər olsun. Anasından da çox xahiş elədim ki, heç bir maneə göstərməyin. Yəni bu doğrudan da dünyaya böyük bir xeyir, fayda gətirə biləcək bir xanım böyüyə bilər və doğrudan da mənim özümə də maraqlıdır ki, görək nə olacaq. Bəzən insanların amma doğum xəritəsində olan o potensialı onlar istifadə etmirlər. Potensial var, amma istifadə olunmur. Yəni potensial bir başqadır, istifadə bir başqadır. Bəzən insanlar potensialını istifadə eləyə bilir, bəzən isə istifadə eləyə bilmir. O nəyə bağlıdır bəs? Təəssüf ki, valideynlərə çox vaxt bağlıdır. Niyə? Valideynlərimiz sözsüz hamısı bizi çox sevirlər. Mən özüm də valideynəm, çox sevirəm öz övladlarımı, amma bəzən uşağa nəsə yaxşılıq etmək məqsədi ilə biraz ziyan vurmuş olurlar. Nə mənada? Bax, dediyim kimi, məsələn, düzgün yola yönləndirmirlər, deyirlər, get sən bu sahəni seç, biz sənə burada dəstək ola bilərik və öz missiyasını yerinə yetirmir və s. Bax, belə maneələr olur. Və ya, məsələn, bir dəfə yenə də gördüyüm кейsdir.
Xanım müraciət eləyib, bilirəm ki, xanımın iş yerini bilirəm, 400-yə 500 manat maaşla bir yerdə işləyir. Xanımın xəritəsinə baxıram, görürəm ki, bax yenicə bitmiş bir çox uğurlu maddi periodu olub bunun. Yəni imkanlar, biznes imkanı filan. Qız da bilirəm ki, belə maaşla işləyirdi, yəni çox sadə bir. Xanımdan soruşam ki, ay xanım, bax filan illərdə sizə belə filan təkliflər gəlib, deyir, hə. Deyirəm, niyə istifadə eləməmisiniz? Dedi, mamam dedi ki, hamısından yaxşı maaşlı hökumət işidir. Get hökumət işində işlə, onu itirməzsən, o belə 100%likdir də. Bu biznesdir, bilmirsən nə olacaq, nə olmayacaq. Mən qızı bilmirəm, mən yandım. Çünki doğrudan da bu qız həmən məsələn bəzi bizneslərə qoşularaq çox gözəl maddi gəlir əldə edə bilərdi. Amma seçimi 400-500 manatlıq iş oldu. Bir də Nərmin, ölüm saatı görünürmü insanın xəritəsində və bununla bağlı müraciət edənlər olurmu? Olanda nə cavab verirsən? Mənim belə deyək də qorxduğum və sevmədiyim sualdır. Şükürlər olsun ki, indiyə kimi, yəni bu boyda təcrübədən danışdım. Amma bir nəfər də mənə bu sualı müraciət etməyib. Mümkündür. Amma yenə də o da ehtimaldır. Yəni risk, məsələn, çox böyük risk olan periodu görürük. İnsanın həyatında enerjinin tükənən vaxtını görürük. Bu var. Məsələn, insan çox uzun ömürlü olacaqsa, o da görünür. Çox belə resursu çox olan insanlarda görünür ki, hə, məsələn, bu uzun ömürlü ola bilər olsun. Çox uzun ömürlü olmayanlar da görünür. Yəni, hesablamaq teoretik mümkündür. Yəni, bu sual nəyə gətirmək istəyirəm? Tutalım ki, bir insan sizə müraciət etdi və siz gördünüz ki, onun həyat xəritəsində çox gənc yaşında bu dediyiniz enerji tükənə bilər. Yəni onu necəsə xəbərdar etmək, necəsə onu oyatmaq. Məsəl üçün deyək ki, avtomobil qəzasına düşəcəksə onun bu vaxtlarda avtomobili idarə etməmək, uzaq saxlamaq, məsələn, bu kimi məsləhətlər proqnozlarda hansısa belə bir xətalar görünür və mən deyirəm ki, məsələn, filan şeylərdə ehtiyatlı olun bu il. Onu deyirəm. Yəni bu hələ periodlar var ki, mi? məsələn, çalışın əməliyyata girməyin. Məsələn, planlanmış əməliyyatdırsa, plastik filan, bu il girməyin əməliyyata. Problemli ola bilər olsun. Əməliyyatlardan necə problemlər olur, biz bilirik də. Doğrudur. Hə, və s. Bax belə şeylər var. Yəni demək istəyirəm ki, tutalım ki, bu taleyidəmi, bu ölümü də insanın necəsə qisməti ilə bağlı ki, illərdir. Mütləq bu insan mütləq bir dənə şey var. Mütləq bir dənədir. Bizim dünyaya gəlmə anımız. O Allah Taala'dandır. Onu biz dəyişə bilmərik. Bəs ölüm tarixi? Ölüm tarixini bir damcı o yan bu yan eləmək mümkündür. Yəni çünki bəzən dilləri qəza və qədər. Biri var insan gəlir, məsələn, ömrünü yaşayır, müəyyən xəstəlikdən dünyasını dəyişir. O resursun tükənməsidirsə, onu dəyişə bilmirik. Amma hansısa bir qəzadırsa, onun qarşısını almaq mümkündür. Qəzanın qarşısını almaq mümkündür. Qəzalar, müxtəlif xəstəliklərdən qorunmaq. Xəstəlikdən qorunmanı danışdım da. Və ya köçmək. Bəzən olur xəstəliklə ki, köçür başqa ölkədə başına pis iş gəlir. O da olar. Hələ evet. bir şey də olur. Ya əksinə onun köçməyini məsləhət görə bilərəm başqa ölkəyə. Xəstəliklə bağlı belə bir кейsdə yadıma düşdü. Bir xanım müraciət eləmişdi. Xanımın xəritəsini açıram, görürəm ki, bu xanımda belə deyək də onkologiya riski var doğum xəritəsində. Xanımın xəritəsindən danışdım. Əlbəttə ki, xəritəni əvvəl yozumunu yollayıram, sonra suallar verir mənə. Və xanımın sualı, mən riskdən heç bir şey demədim. Xanımın amma ilk sualı məndə oldu ki, bilirsiniz, məndə onkologiya fobiyası var. Mən atamı itirmişəm onkologiyadan və o qorxu ilə yaşayıram ki, məndə də olacaq. Qorxu bu insanda elə belə yaranmayıb. Çünki doğrudan da bu risk var idi. Mən o riskin qarşısını almaq, bu ehtimalı mümkün qədər uzatmaq üçün doğrudan da tövsiyələr verdim. Var belə tövsiyələr də var. Bəlkə bizim xəritəmizdə xəstəliklər də görünür dediyiniz kimi. O xəstəliklərdən də qaçına bilərik müəyyən deyək ki, profilaktik tədbirlərlə. Bəli. Yəni sonda mən belə qənaətə gəldim ki, özüm üçün Nərmin, astrologiya nə fal deyil, nə öngörücülük deyil. Astrologiya bizim
doğum xəritəmiz deyək də, bizim doğum xəritəmiz bizim bütünlüklə həyat missiyamızı, həyat yolumuzu özündə əks etdirən bir sistemdir və ya bir xəritədir. Mən deyərdim ki, bu bir alətdir. 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 Yəni biz bu alətdən istifadə edib öz həyatımızı yaxşılığa doğru dəyişə bilərik. Astrologiyanın əsas faydası budur. Əslində astrologiya yaranarkən bu ilk növbədə imperatorlar, padşahlar, ən azından vəzirlər səviyyəsində olan insanlar üçün idi və insanlar astrologiyanın köməyi ilə başqa insanları idarə edirdi. Bu idarəçilik alətidir ilk növbədə astrologiya. Amma biz hindi, yəni artıq 20-ci əsrdən bu yana biz astrologiyanı adi insanlar bilməyə başladı, öyrənməyə başladı, bəli. Və indi artıq biz elə bir dövrdəyik ki, bu belə mistik deyək biliklər artıq hamının əli çata bilər bu biliklərə, bəli. Bu ezoterik biliklər hal-hazırda hamının əli çata bilər və bu fürsətdən istifadə edib məncə astrologiyanı hələ öyrənmək lazımdır. Çünki hələ çox məsələn özümüzə, uşaqlarımıza, nəvələrimizə çox fayda verə bilərik. Bir də təlimə qayıtmaq istəyirəm. Bir daha qeyd edim ki, Nərmin təlimi olacaq. Bu və astroloq olmaq istəyənlər, ümumiyyətlə özü üçün astrologiyanı öyrənmək istəyən insanlar doğum xəritəsi üzrə təlim olacaq və təlimdən yararlana bilərlər. İstəyər astroloq olsun sonradan, istəyər də ki, ümumiyyətlə özünü, həyat yoldaşını, ailə üzvlərinin doğum xəritəsini tərtib etsin. Ayın neçəsindən başlayacaq? İnşallah birinci qrupumuz artıq aprelin 25-i başlayır. Sonradan qatılmaq istəyənlər üçün ikinci qrupumuzda olacaq. Qrupda olacaq. Əsas odur ki, Nərmin artıq öz məktəbinə başlayır, təliminə başlayır və bu təlim həmişə qapısı açıqdır və istədiyiniz vaxtda da Nərminə həm astroloq kimi, eyni zamanda təlimçi kimi müraciət edə bilərsiniz. Təşəkkür edirəm Nərmin. Çox xoş oldu. Buyur, Sevinç, mənə də çox xoş oldu. Çox maraqlı söhbət oldu. Doğrudan da ezoterik elmlərin yəqin ki, ən qədimlərindən biridir astrologiya. Bəli. Və vaxt keçdikcə çox qəribədir ki, bu elmlər, elm deyək ya psevdo elm deyək, çünki elm deyəndə bəzən insanlar bizə irad bildirirlər ki, bu elm deyil, siz onu psevdo elm deyin. Hər nədirsə, günü-gündən maraq çoxalmaqdadır. Çünki insanların həyatına, bayaq da dediyim kimi, bir balaca onlara uğurlar qatmaqda və potensiallarını açmaqda, bəzən də o sərt döngülərdən rahat keçməkdə kömək olur. Çox sağ ol deyirəm bir daha. Təşəkkür edirəm. Buyur Sevinç. Çox xoş oldu mənə də. Sağ ol, çox sağ olun. Kanalımıza abunə olmamısınızsa abunə ola bilərsiniz. Şərhlərinizi də gözləyirik və bir o bəyənin nöqtəsində bəyənsəniz bizim videomuz daha çox insanın qarşısına çıxa bilər. Hələlik gələn buraxılışlarımızda görüşərik.